üstünlük dərəcəsinin ən böyük göstəricisi B artiklıdır. Bunu heç vaxt unutmursunuz. Harda D artiklını gördünüzsə, orada mütləq üstünlük dərəcəsi istifadə olmalıdır. Sonra have, ever, has şəxsə görə yazılır. Has ever, keçmiş zamanda olarsa had ever. Sonra prepositionlar, sinifin içində in, on, at, prepositionlar. Sonra one of, all of, bu kimi sözlər varsa açar sözlərimiz one of, all of, in, on, at prepositionları, have ever, has ever, had ever sözlərimiz varsa, demək ki, bu açar sözlər cümlədə tələb edir ki, siz sifətin üstünlük dərəcəsindən istifadə edəsiniz.